İlin ən çox gözlənən mükafat mərasimlərindən sonuncusu olan Oskarlar martın 3-ü baş tutdu. Son illərdə Oskar mükafatlarının əvvəlki reytinqinin qalmadığı hamıya məlumdur. Çünki hamı belə mərasimlərin ədalətsiz olduğunu müdafiə edir. Təbii ki, bu dəfəki mərasimdə bu damğaya məruz qaldı. Onsuz da bütün izləyicilər öz sevimli işlərinin ən yaxşısı olduğunu iddia edir. Amma görək bu iddialar özünü nə qədər doğrultdu. Əvvəlcə başlayaq ilin ən çox müzakirə olunan, eyni zamanda ən çox da mükafat alan filmindən, yəni Anoradan. Anoradan danışarkən qarşımıza müstəqil film anlayışı çıxır. Ənənəvi filmlər 5 böyük media şirkəti, yəni Disney, Paramount, Sony, NBC və Warner Brothers tərəfindən çəkilir və paylanır. Müstəqil filmlər isə bu sistemin xaricində istehsal olunur. Burada filmin büdcəsi prodüserin özü tərəfindən qarşılanır və bu film çəkildikdən sonra özünə alıcı tapması üçün film festivallarında nümayiş olunur. Müstəqil filmləri ənənəvi filmlərdən fərqləndirən daha bir cəhət də onun məhz sənət tərəfidir. Müstəqil filmin yaradıcısı geniş auditoriyaya xitab etmək məcburiyyətində deyil. O müəyyən qədər kənarda qalmış, amma eyni zamanda izləyicilərin emosiyalarına müəyyən formada toxunan mövzulara yönəlməyə üstünlük verir. Ənənəvi filmlərdə hələ studiya qərar verməmişdən əvvəl qoyulan büdcəni qarşılayıb qarşılamayacağı ilə bağlı çox detallı hesablamalar aparılır. Bu böyük büdcələr qarşısında studiya filmləri müəyyən stereotiplərə bağlı qalmalı olur. Amma müstəqil filmlərin öncəliyi pul deyil, daha unikal və yaradıcı iş ortaya qoymaqdır. My Big Fat Greek Wedding filmini misal göstərə bilərik. Cəmi 5 milyon dollar büdcə ilə çəkilən film 369 milyon dollar gəlir əldə etmişdi. Anora da belə müstəqil filmlərdəndir. 6 milyonluq büdcə ilə çəkilən film hazırda 41 milyon dollar gəlir əldə edib. Namizəd olduğu 6 kateqoriyanın 5-də qalib gələn film Anora adlı seks işçisinin Rus oliqarxın oğlu ilə tanışlığından sonra başına gələn hadisələrdən bəhs edir. Daha sonra Vanya adlı bu oğlanla evlənən Anora materializm tələsinə düşənlərdən sadəcə biridir və filmin sonluğu onun qısa müddətli nağılvari həyatının çöküşü ilə sonlanır. Anora ən yaxşı film, ən yaxşı rejissor, ən yaxşı orijinal ssenari, ən yaxşı aktrisa və ən yaxşı montaj mükafatlarına layiq görüldü. Rejissor Sean Baker bu işində seks işçilərinin həyatına diqqət çəkir. O, ümumiyyətlə öz yaradıcılığında cəmiyyətdən təcrid olunmuş qrupların ön plana çəkilməsində daha maraqlıdır. Aktrisa Maki Madison isə Oscar qazandığı bu rolu üçün 1 ilə yaxın hazırlıq mərhələsi keçib. Striptiz klubunda işləyən Anoranı daha yaxşı anlaya bilmək üçün belə klublara gedir, oradakı etiket qaydalarını öyrənir, 6 aya yaxın striptiz rəqs növü ilə məşğul olur. Eyni zamanda rus dilini və Brooklyn aksenti ilə danışmağı da öyrənir. Madison bütün bu əməklərinin nəticəsi olaraq qazandığı mükafatı qəbul edərkən seks işçilərinə təşəkkür etdi və hər zaman onlara dəstək olacağını bildirdi. Filmin rejissoru isə müstəqil filmlərin və kinoteatr mədəniyyətinin əhəmiyyətinə diqqət çəkərək "Müstəqil filmlər çox yaşasın" sözləri ilə çıxışını sonlandırdı. Mükafat alan filmlər içərisində daha bir müstəqil film var idi ki, o da İsrail-Fələstin ortaq işi olan No Other Land filmi idi. 250 min dollarlıq büdcəsi olan film 4 nəfər fəalın mübarizəsindən bəhs edir. Basil Adra adlı Fələstinli gənc öz torpaqlarını qorumaq üçün İsrailə dirənir. Mübarizənin ortasında İsrailli Yuval İbrahim adlı jurnalistlə tanış olur və bağ qurur. Daha sonra onlar arasındakı uçuruma diqqət çəkilir. Ən yaxşı uzun metrajlı sənədli film Oskarını qazanan film 24 ölkədə tələb görüb distribüter tapmasına baxmayaraq, Amerikada hələ də rəsmi bir distribüter tapa bilməyib. Filmin yaradıcıları bunun siyasi məqsədli olduğunu və Amerika əhalisinin xüsusilə filmi görməli olduqlarına diqqət çəkdi. İndi isə keçək il boyunca adını daha çox eşitdiyimiz filmlərə. Onlardan ən diqqət çəkəni The Substance filmi idi. Filmin mövzusu 50 yaşına çatmış Hollywood ulduzu Elizabeth Sparkle'ın gəncləşmə arzusunu ifadə edir. Yaşı çox olduğu üçün televiziyadan qovulan Elizabeth xüsusi narkotik maddə vasitəsilə özünün daha gənc bir versiyasını, yəni Sue-nu yaradır. Bu yeni obraz sözün əsl mənasında Elizabethin yerini alır və onun istədiyi gənclik parıltısını doyunca hiss edir. Amma təəssüf ki, bu gənc qız daha sonra Elizabethin düşməninə çevrilir. Qorxu janrında olan bu filmin ssenaristi Coralie Farja ssenarini 40'lı yaşlarında yazmağa başlayır. Xarici görünüşü ilə bağlı şübhələrə qapılan ssenarist "Artıq həyatım bitdi, heç kim məni istəmir" kimi neqativ düşüncələrin ortasında bu filmi yazmağa qərar verir. Film cəmiyyətin qadınların xarici görünüşü üzərindəki təzyiqə diqqət çəkir. Bu mövzu kifayət qədər aktual və lazımlı olsa da, təəssüf ki, film heç bir əsas kateqoriyada mükafat almadı. Hər kəs ən yaxşı aktrisa mükafatını Demi Moore'un alacağını proqnozlaşdırsa da, özündən təxminən 40 yaş kiçiyi Maki Madison'ın bu mükafatı alması filmin mövzusu ilə tamamilə üst-üstə düşürdü. Çünki Hollywoodda hər zaman ən gözəl və ən gənc olanlar ön plana çəkilir. Haqqında aylardır danışılan başqa bir film də Emilia Perez idi. Amma bu danışıqlar heç də müsbət istiqamətdə değildi. Baş rollarında Selena Gomez, Zoe Saldana və Carla Sofia Gaskin'in olduğu film musiqili komediya janrındadır və bir narkotik baronunun cinsiyyətini dəyişərək qadın olması və daha sonra yaşananlara fokuslanır.
var. Emilia adlı bu trans qadın daha sonra öz kartel keçmişindən peşman olur və xeyriyyə cəmiyyəti qurmağa qərar verir. Film nə izləyicilər, nə də kritiklər tərəfindən bəyənilmədi. Bunun əsas səbəblərindən biri Carla Sofia Gaskin'in keçmişdə X platformasında paylaşdığı mübahisəli fikirləri idi. İrqçi, eyni zamanda George Floyd'u və müsəlmanları aşağılayan yazılarından sonra aktrisa üzr istəmişdi. Hətta bu məsələyə Oscar'da ilk dəfə aparıcı olan Conan O'Brien da özünə məxsus formada öz münasibətini bildirdi. Bu skandalla bağlı Carla, əgər tweet atmaq istəyirsənsə, adım Jimmy Kimmel'dir, deyərək yumoristik formada tweetlərə diqqət çəkdi. Filmin bəyənilməmə səbəblərindən biri də Meksikalı kritiklərdən gəldi. Filmin Meksikada keçməsi, amma Fransada çəkilməsi, komandada Meksikalılara kifayət qədər yer ayrılmaması və Selena Gomez'in ispan aksentini bacarmadığı yönündəki tənqidlər bunlardan bir neçəsi idi. Əlavə olaraq Meksikada 2006-cı ildən hökumət narkotik kartellərinə qarşı mübarizə aparır və elə Emilia Perezdə də bu mövzuya toxunulur. Lakin kritiklər belə ciddi bir mövzunun məhz musiqili formatda ələ alınmasına mənfi rəy bildirdilər. 13 kateqoriyada namizəd olan film cəmi 2 mükafata sahib ola bildi. Ən yaxşı köməkçi aktrisa mükafatına sahib olan Zoe Saldana çıxışında gələn tənqidlərə cavab olaraq üzr istədi və filmin Meksika ilə bağlı olmadığını dedi. Ən yaxşı orijinal mahnı mükafatını isə El Mal mahnısına görə Camille və Clement Ducal qəbul etdi. Bu il Oscar namizədi olan filmlər arasında bəlkə də ən çox PR edilən film Wicked idi. Filmin marketinq tərəfində tamamilə Barbie filmindən ilhamlanılıb və hədəf kütlədə eynilə qadınlara köklənib. 2023-cü ildə bütün markaların Barbie ilə əməkdaşlıq edərək çəhrayı rənglərdə xüsusi kolleksiyaları hazırladığını xatırlayarsınız. Wicked-də də eyni strategiya işlənib və 400-ə yaxın marka ilə iş görülüb. Bu il bir çox yerdə filmin qəhrəmanları Elphaba və Glendaya uyğun olaraq yaşıl və çəhrayı rənglərin ön plana çıxarıldığını müşahidə etdik. Bütün bu strategiyalar və 150 milyonluq büdcə ayrılmasından sonra ən yaxşı kostyum dizaynı və ən yaxşı production dizaynı kimi 2 kateqoriyada mükafat qazana bildi. Wicked filmi marketinq tərəfində Barbie-ni necə kopyalamışdısa, Oscar mükafatlarındakı taleyi də Barbie ilə eyni oldu. Marketinq strategiyalarını uğurla həyata keçirən Barbie bütün mükafatları Oppenheimer'a qaptırmışdı. Uşaqlar və qadınlara hədəf kütlə seçən film kifayət qədər yaxşı maddi qazanc əldə etməsinə baxmayaraq, əsas kateqoriya Oscarlarını qazana bilməmişdi. Wicked filmi də bizə yaxşı və pis cadugar obrazını musiqili formada təsvir edən nağıl göstərdi. Oscar gözləyən daha bir yüksək büdcəli film isə Dune Part 2 idi. 190 milyon dollarlıq büdcəyə sahib film ən yaxşı səs və ən yaxşı vizual effekt mükafatlarının qalibi oldu. Gördüyümüz kimi yüksək büdcəli filmlərin yanında müstəqil filmlər daha böyük uğurlar qazandı. Bu filmlər maddi olaraq olmasa belə, insanları görmədikləri və ya görmək istəmədikləri reallıqları göstərərək mənəvi üstünlük əldə etdi. Buradan onu anlayırıq ki, daha öncə işlənmiş və populyar mövzuların dalınca qaçmaq əvəzinə, izləyicilərin yaddaşında iz buraxıb onu düşündürəcək mövzulara yer verilməsi filmi daha da effektiv edir. Bəs sizcə bu dəfə Oscarlarda kimin haqqı yeyildi? Video xoşunuza gəldisə bəyənib kanalıma abunə olmağı unutmayın. Eyni zamanda fikirlərinizlə şərhlərdə özünüzü göstərməyi də yaddan çıxarmayın.